İspanya'nın Sevilla şəhərindən salamlar hər kəsə, bütün türklərə. Gördüğünüz kimi Türkiyə avtobusu artıq Sevilla'dadır və bu otel Sevilla'da yerləşən otel AKTS oteli qarşısında bütün futbolçular artıq otelə yerləşib və artıq bugün demək olar İspanya Türkiyə oyunu olacaq dünya çempionatının qrup mərhələsində İspanya Türkiyə görüşü ilk görüş 7-0 hesabı ilə İspaniyanın xeyrinə başa çatmışdı və bu sonuncu görüşdü. Artıq hər şey həll olunub. Türkiyə ikinci pillədə, İspanya birinci pillədədir. Bəli dostlar, uğurlar arzulayıram hər iki komandaya. Buradan salamlar Azərbaycana.